2025-2026 dünyanın en güçlü klubunun top 10 futbolcusu Ricardo Calafiori bu il möhtəşəm sezon keçirdir. Calafiori 5 Daydraya nə qədər də səhv eləsə də ölümcül seyfləri də var, ona görə də Daydraya bu il 4-cü yer. Möhtəşəm sezon. Martin Ödegaard çox zədələndi bu il, stabil oynaya bilmədi, ona görə də Ödegaard bağışla mən 10. Mikel Merino bomba kimi oynayırdı Zade kimi, amma Zade imkan vermədi sezon tamamlasın yaxşı vəziyyətdə. Gabi Jesus eyni vəziyyətdə 6 ay buraxdı çempionatdan əvvəl diz bağlarına görə. Ona görə də Gabi Jesus da uğursuz sezon keçirtdi şolar 9-a qoyaq. Bukayo Saka Starboy ən pis mövsüm keçirdi Arsenalda. Ürək açıcı mövsümlər, ona görə də Saka bu il gözləntiləri vermir 6. Noni Madueke yeni gəldi. Premier Ligada az gol var, amma başqa kuboklarda yaxşı çıxış eləyir. Amma yenə də 8. Noni. Declan Rice olar. Arsenal bir nömrəsi də hal-hazırda. Rice Arsenal, hər şeydə Arsenal ürəyidir. Declan Rice birinci yerdədir. Mənə görə bu il ən güclü. Gabi Martinelli əslində bu məcbur seçimdir. Layiqincə Gabi Martinelli 3-cü yerdə deyil. Məcbur 3-ə qoyacaq. Gabi Magalhaes olar. Düz 1-2 əsas düzdür. Gabi Magalhaes, Monstro, Akulo çox güclüdür bu il. Gabriel olmasa Arsenal birinci yerdə ola bilməzdi hal-hazırda. Siz də baxın görün harda düzəltmiyorlar, harda nəyə dəyişmiyorlar. Hələlik görüşərik.